Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir həm asan toxunan, həm də ki çox gözəl görünən bir naxışı toxunmasını istəyirəm göstərim. Bu naxış da 2 ilməkdən əmələ gələn bir naxışdır. 2 sırada da əmələ gələn asan bir naxışdır. Bundan siz jilet, ceket, sviter, papaq, nə istəsəz toxuya bilərsiniz. İlməkləri də 2-2 yığırıq. Cüt ilməklərdən əmələ gələndir. Rezinkanı da ki, kim necə istəyir, hələ də toxuya bilər. Mən burada belə bir tərs, bir düz toxumuşam. Bir sırada hər iki üzdən tərs toxudum. Ki, düz dayanmaq üçün. Bunun üçün indi mən belə bir sapımı götürürəm. Qısa formada yığacağım milimin üstünə. On 16 ilmek yığdım milimin üstüne. 2, 4, 6, 8, 10, 12, 14, 16 ilmek. Artık sapı da buradan kesip götürürüm. İndi rezinka istəsən kim necə istəyir hələ də toxuya bilər. Mən burada tərs toxuyuram hamısını. Birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri də hamısını tərs toxuyuram. Axıra qədər hamısını tərs toxudum. Kənar ilməyini də yenə tərs toxudum. Tərs üzdən də yenə hamısını tərs toxuyuram. Birinci ilməyi götürürəm, kənar ilməyi. Qalan ilməkləri tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi düz üzdən ilməklər hamısı düzdür. İndi mən buradan kənarı götürürəm, toxumuram. 2 düz toxuyuram. 2. Bu 2 ilməni ikisinin içindən bir ilmək çıxardıram. Birincini yox, ikinci ilməyin içindən yenə bir ilmək çıxardım. Sonra yenə 2 ilməyin ikisinin içindən bir ilmək çıxardım. Yenə 2 düz toxuyuram. Yenə bu 2 ilməyi götürürəm. İkisinin içindən bir ilmək çıxardım. Sonra bu birincini yox, bu ikinci ilməkdən yenə birini çıxardım. Sonra yenə bu 2 ilməyin içindən yenə bir ilmək çıxardım. Yenə 2 düz. Yenə 2 ilməyi götürdüm, içindən çıxardım. Sonra bu ikinci ilməkdən yenə bir ilmək çıxardım. Sonra 2 ilməyin içindən yenə bir ilmək. Elə bil 2 ilməkdən 3 ilmək oldu. Yenə 2 düz. Kənarı da tərs toxudum. İndi tərs üzdən kənarı götürürəm, toxumuram. 2 tərs. Bu tərəfdə bütün ilməklər tərs olur. Bu 3 ilmək elədiyimizi birincisini götürürəm tərs. Sonra bu ikisini bir yerdə
Yenə ikisindən bir ilmək çıxardıram. Yəni əvvəlki sayına gəlir. Yenə 1, 2 tərs. Bu 3 ilmək eləmişdik. Bunu birincisini tərs toxuyuram. Sonra bu 2 ilməyi ikisini bir yerdə. Yenə də 2 tərsi toxuyuram. Yəni bu 3 ilmək eləmişdik. Bunun birincisini tərs toxuyuram. Sonra o qalan 2 ilməyi ikisindən bir ilmək çıxardıram. Yenə 2 tərs. Kənarı da tərs toxudum. Bu tərs üzdən bütün ilməklər hamısı tərs toxum. İndi burada bir sırada toxuyuram. Naxış görünsün. Birincini kənarı götürürəm. 2 düzü toxudum. Sonra bu 2 ilməyi yenə həmin yerdən, yerini dəyişdirmirəm. İkisindən bir ilmək çıxardım. İkinci ilməkdən yenə bir ilmək. Sonra ikisinin içindən yenə bir ilmək. Yenə 2 düz. Yenə bu 2 ilməyi götürürəm. İkisinin içindən bir ilmək çıxardıram. Sonra bu birincini yox, bu ikincidən bir ilmək yenə çıxardım. Sonra 2 ilməyin ikisinin içindən təzədən bir ilmək. 2 ilməkdən 3 ilmək oldu. Yenə 2 düz. Yenə həmin 2 ilməyi götürürəm. Birinci yox, bu ikincidən bir ilmək yenə çıxardıram. Sonra bu 2 ilməyin ikisinin içindən yenə bir ilmək. Yenə 2 düz. Kənarı da tərs toxudum. Bu formada. İndi tərs üzdən yenə bütün ilməkləri yenə tərs toxuyuram. Bu 2 tərsi toxuyuram. Bu 3 eləmişdik. Bunun birincisini tərs götürürəm. Sonra bu 2 ilməyi ikisini bir yerdə yenə tərs toxuyuram. Yenə 2 tərsi toxuyuram. Bu 3 ilməyin birincisini götürdüm, tərs toxudum. Sonra bu 2 ilməyi ikisini bir yerdə toxudum. Yenə 2 tərs. Bu birinci ilməyi yenə götürdüm. Bu ikisini bir yerdə. Yenə 2 tərs. Kənarı da yenə tərs toxudum. İndi burada heç bir dəyişiklik eləmirik. Hamısını eyni formada. Burada belə tumurcuqlar alınır. Bu sırada belə. Hamısı yerini dəyişmirik. Eyni alınır. Bu əvvəl toxuduğumdur. Bu da indi. Belə. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Gələn videomda görüşənə qədər.